Etiraf etmək nədir? Niyə insan etiraf edəndə bir çox xəstəlikləri sağalır? Bu həqiqətdir. Bir dənə nümunə söyləyim. Məsələn, bunun bəzi dinlərdə, dini olmayanlarda da, məzhəbi olmayanlarda da bu hadisəni çox görmüşük. İnsanın görürsən ki, vicdanını narahat edən bir iş görüb. Heç kəsi də deyə bilmir. Ağzına, dilinə ala bilmir günahını. Çünki qorxur. Yəni həm etirafdan qorxur. Hüquqi tərəfdən yox, heç bəlkə hüquqi tərəfdən bilinsə də oğurluq kimi günah demirəm, amma başqasına şey eləyir filan. O da ayrı bir söhbətdir. O zaten məsələn camiədə oğurluq, rüşvət ictimai bir xəstəlikdir. Amma fərdi dar çərçivədə, kiçik məhdudədə. Görürsünüz, insan məzhəblərin hamısında vardır. O zar, o təzərrülə gedib günahlarını etiraf edəndə heç kəsə yox, elə bir təbiətə rahatlamağa başlayır. Məsələn, dilə gətirir, o vicdanını narahat edən mənfi, negativ enerjini, içində təadülü pozan o psikolojik rəvani durumu sözlərin içinə yükləyib, içindən boşaldır kənara, dışarı. Və bu şəkildə ehsas əmniyyət edir. Niyə belədir? Çünki insanın təbiəti ilə bizim içində yaşadığımız təbiət arasında bir təadül var. Bu təadül pozulduğunda insan nə doğru düşünə bilir, nə doğru yata bilir, nə doğru yemək yeyə bilir filan. Bu təadülü axtarır. Nə qədər doktora filana gedir, dərmanlarla filanla da o təadül ya da o dəngə, tarazlıq bərqərar olmur. Bərqərar olmur. Bunun üzərinə mən bir neçə dəfə danışmışam, çoxdanın söhbətidir, yadımdan çıxıb. Məsələn, Jungun, bəzi psixoloqların, o birisi Viktor Frankl, Məna Dərmanı adında bir kitabı var, onun fars dilinə tərcümə edilmiş. Ondan sonra orada da çox güclü bilgilər var. Amma Jung'da mən xatırlayıram, oxumuşdum. Bir neçə nümunə verir ki, bəzi xəstələri olmuş boğarsıqlarına gəlib düyünlənmiş o içindəki kötü duyğular, təbiətlə olan münasibətini, dəngəsini pozan günahlar, ya məsələn yanlış hərəkətlər, yalanlar filan, bunların hamısı görürsən ki, insanın əvvəl mücərrəd yerlərində, bədənin hər yerini rəvani cəhətdən etkilir və sonra düyünlənir bədənin bir nöqtəsində, bədənin bir nöqtəsi şişməyə başlayır, ağrımağa başlayır filan. Jung yazır ki, xəstələri varmış, bunun boğarsığını nə qədər kəsmişlər, sağalmamış. Sağalmaz ki. Nəhayətində etiraf etməklə bunu rahatsız edən nədir? Onu etiraf etməklə adam sağalır. Demək ki, o etiraf etsəymiş, heç boğarsığı da kəsilməyəcəkmiş. Sağ-salamat qalacaqmış boğarsığı da yerində. Etiraf edir və
sağlığı təmin olur. Etiraf etmək bu deyil ki, sən gedirsən hamı önünə qarşıva çıxan adama dərdi deyəsən, üzü biabır edəsən. Bu deyil. Bizim camiədə o cür adamlar azdır və ona görə psixoloji elmi əslində yəni revanşinası doktorlara xəstə getdiyində xəstə görürsən 2 saat özündən danışır. Hətta məsələn içini narahat edən bir sirr vardısa onu açıqlamır. O da iynə kimi bunun içindən sancır. Dərman falan da yazmırlar. Bəzi insanların danışmağa ehtiyacı vardı. Danışaraq xod dərmanı özlərini müayinə etsinlər. Etiraf nə deməkdir? Bizim dilimizdə bu etiraf sözünün qarşılığı yoxdur. Fars dilində də yoxdur. Amma biz bilirik etiraf nə deməkdir. Etiraf sözünün rişəsi ərəfədir. Ərəfə yəni bildi, bilgi, mərifət sözündəndir də. Etiraf etmək yəni insanın dəngəsini, təadülünü, tarazlığını pozan bir bilgini dilə gətirməkdir. Buna deyirlər etiraf. Onun səbəbini mən bilmirəm. Mən bu işin də mütəxəssisi deyiləm, uzmanı deyiləm. Oxuduqlarımı, ağlımda qalanları paylaşıram sizinlə. İnsan məzhəbi bir varlıqdır. Məzhəb yəni umud da, yəni inanc, bizim dilimizdə olur inanc. Sabaha dair biz özümüzlə, evladımızla, sevdiklərimizlə ilgili bir umud qururuqsa, deyirik ki, məsələn, bir aydan, bir ildən, 10 ildən sonra bu başarıları əldə etməliyəm. Bu məzhəbi həyatdır da, inancısal həyatdır. Biz hardan bilirik, məsələn, 1 il yaşayacaq, 10 il yaşayacaq. İnanmaq uzun bir ömrü təsəvvür etməkdir. Və bu insanın doğasında vardır. İnsan inancsız yaşaya bilməz. Ancaq bu inancı ya da bu məzhəbi nəhadinə edəndə, qurumsallaşdıranda, onu siyasi bir nəhada, ictimai bir nəhada göstərəndə olur din. Və gəlirsən, öz gələcəklə ilgili umudlarını, məsələn, cənnət, cəhənnəm xəyallarını falan camiədə tətbiq edirsən, deyirsən ki, din bunu deyib, şəriət bunu deyib. Şəriət başqa şeydir, şəriət qanun deməkdir. Ərəb dilində şəriət yəni qanun. Amma hansı qanun? Qanun ki, güya Allah tərəfindən qoyulubdur. Zaten şəriət həm də yol deməkdir. Yol. Şari, xiyaban deməkdir ərəb dilində. Hər kəs bir yolu vardır. Bunu gəlib biz fərdi anlama, revanşinası baxımından təhlil etdiyimizdə məzhəb və inanc bir insanın sağlıqlı yaşamasına yardım edirsə, onu toxunmağa gərək yoxdur. Elə Jungun, Freydin və başqalarının, özəlliklə Jungun o din üzərinə, dinlə bağlı bir kitabı vardı. Orada çox gözəl açıqlaması var. Biri nəyə inanırsa və bu inanc ona bir disiplin gətirirsə, öz fərdiyyətinə çevriyə yox. Onun həyatda qalması, umudla yaşaması üçün bir fürsətdir, bir imkandır. İndi bu məzhəb ya da onun fərdi məzhəbidir. Demirsən bunu, məsələn, bir peyğəmbər deyib, Allah deyib, filan deyib. Yox, insanın ictimai, iqtisadi,
sosial mövqeyiyyətinə görə, durumuna görə, vəziyyətinə görə insanın zehni məzhəb ürətən, yəni inanc tolid edən bir mexanizmdir. İnsan beyni inanc mərkəzli, məzhəb mərkəzli düşünər. Model mərkəzli. Onu özünə bir model olaraq təyin edər. O zamanki şərtlərini, o zamanki fürsətlərini, imkanlarını. Sonra zaman dəyişər, yaş keçər, təcrübəsi artdıqca o məzhəb də bunun vicdanına, bunun kəmalına, təcrübəsinə, yaşına görə dəyişər. Onun həyatına uyum sağlar. Canlı bir varlıqdır. İstad deyil, dinamikdir, özünü yeniləri dəyişdirər. Bu şəkildə hamımız bu cür yaşayırıq. Bu nöqteyi nəzərdən məzhəbi olmayan ya da bir inanc üzərinə yaşamayan insan yoxdur. Bilgi də nədir? Bilgi. Bizim nəyi bilib bildiyimizi bilmirik ki. Xəyyamın bir şeiri var, mən onu türkçədə tərcümə etmişəm. Xəyyam deyir ki, hərgiz dilimənzi elm məhrum nəşod, kəm mand z əsrar kim məlum nəşod. 72 sal fikr کردم şəb و روز معلومم شد که هیچ معلوم نشد. Onun türkçəsini mən belə tərcümə etmişəm. Bir anda qalmadım bilgidən məhrum. Bilinir eylədim bir xeyli mədum. Mədum yəni ədəm olan, yox olan, yəni bilinməyəni bilinən etdim. Bir anda qalmadım bilgidən məhrum. Bilinir eylədim bir xeyli mədum. Düşünüb daşındım 72 il. Sonunda heç bir şey olmadı məlum. Görürsünüzmü? Düz deyir. İnsan 72 il o cür bir riyaziyyatçı, bir filosof düşünür. Axırda deyir, mən hiçbir şey bilmirəm. Amma insanın bildiyi bir şey vardı. O da dürüstlükdür. Dürüstlük. Ən böyük dərman həyatda insana dürüstlükdür. Amma bizim camiələrin elə hamısı, Qərbdə də belədir. Amma Qərbdə Rönesans olmuş, son 500 ildə eğitim dəyişmiş, biraz yox, çox dəyişmiş. O dəyişdiyi üçün bu qədər insan axın edib gəlib burada yaşaya bilir. Çünki hüquq var, dəngə var. Bu qədər qərbə, şərqdən insan axın edir. Qərbdən şərqə getsə yaşaya bilərlər. Əvvəl deyərlər, gəl bu nəhadinə edilmiş, siyasi mərkəzlərə təbdil olmuş məzhəbə, dinə iman et sonra. İnsanın da hədəfi doğru bir toplum təmin etməkdir. Yoxsa yalan danışmaq ki, bizim camiədə çox yaygındır. Hətta fəzilət sayılır yalan danışmaq. Mən özüm o mühitdə böyümüşəm və görürdüm hamı yalan danışır. Mən də yalan danışırdım, mübaliğə danışırdım. İndi mənim məsələn çox adam məndən nifrət edir, mənim səsimə falan qulaq asanlar. Halbuki mən bir adama zərər vermirəm ki. Camiənin, törənin yalanlarını, hamını fərdi boyutda xəstələndirən, narahat edən bəzi ictimai şeylər haqqında bilgi verirəm. Yaxşı, yalan danışmaq nədir? Yalan danışmaq qanunu pozmaqdır. İnsan qanunu pozanda cəzalanır da. Məsələn, deyəlim ki, siz işıqdan keçirsiniz, araba ilə gedirsiniz, qırmızı ışığı keçsəniz, qanunu pozarsınız. Hər qanunun tərsi də var, ikisi də doğrudur. Qanun nədir? Qanun yanlışlana bilməyən, iptal edilə bilməyən
təbiətin, camiənin prinsipidir, ilkəsidir. Qanun buna deyirlər də qanun. Qanun yəni əşyanın təbiəti, doğası, ya camiənin doğası. O yanlışlana bilmir. Onun ziddi də olmalıdır. Məsələn, qanun deyir ki, ya qırmızı işıqdan keçmə. Hə, bu qanundur. Onun ziddi nədir? Onun ziddi keçərkən birinə çarparsan, öldürərsən, ya biri sənə çarpar, toxunar. Ya da heç bir şey olmasa da onun o yazılan qanun öz ziddini əmələ keçirdir. Yəni sənə bir cəza gətirir. O da bir qanundur. Oradan keçməmək bir qanundur. Keçmənin də bir qarşılığı var. Bu da bir qanundur. Ona görə yalan danışmaq qanunu pozmaqdır. Hansı qanunu? Mikrokosmosla makrokosmos arasında olan tarazlığı, təadülün müadilə ki var, onu pozmaqdır. Elə bir tərəzinin iki gözü var. Birində biz makrokosmos deyirik. Makrokosmos yəni kainatdır, bizim kənarımızda olan ki, biz də onun içindəyik. Bir də kainatın özəti, xülasəsi olan, usarəsi olan insan. Bu da mikrokosmosdur. Yəni kiçik kainat. Həcm baxımından, məsələn, biz kainatın sonsuzu qədər deyilik, amma bizim varoluşumuzda kainatda nə vardısa, onların qatkısı vardır. Məsələn, bizdə işıq var. Günəşin işığını biz canımızda daşıyırıq. Ondan sonra bizdə su var bədənimizdə. İnsanın bədəninin 3/4-ündən çoxu sudur. Su içməsək belə hər şey nə yeriksə içində su var. Bu şəkildədir. Ya məsələn, hava. Hava tənəffüs etməsək, ölərik. Hava hardadır? Hava bizim kənarımızda da var, içimizdə də var. Amma kənarımızdan içimizə onu çəkirik, tənəffüs edirik. İndi məsələ burasındadır. İndi məsələn, havanı hardan tənəffüs edirik biz? Ağciyərimizdən. İndi bizim ağciyərimiz havaya görə təkamül tapıb evrilibdir, yoxsa hava bizim ağciyərimizə görə mi var olmuş, evrilmişdir? Onu bilmirik. Ya məsələn, işıq. İşıq olmasa görmürük də, gün batdığında görmürük. Heç bir şey. Zil qaranlıq dediyimiz yerlərdə. Yaxşı. İşığı nə ilə görürük? Gözlərimizlə. Bizim gözlərimiz, canlıların gözləri, hər şeyin bir gözü vardır. Canlı olanın. O cansızların üçün başqa. Bizim gözümüz işığa görə təkamül tapıb, yoxsa işıq bizim gözlərimizə görə mi var olmuş? Hangisi var olmuşdur? Nitəkim, bəzi insanlarda bu qanun pozulur. Səbəb nədir? Ona henüz bəlkə gələcəkdə elm biləcək, bəlkə də elm bilir, mən bilmirəm. Bəzidən kör dünyaya gəlir. Yəni, işığı görmür. Deyilənə görə deyəsən, onu müalicə edə bilirlər. Edə bilməsələr də, gələcəkdə onun beyində əksi görən nədirsə, onu beyində hərəkətə keçirmək mümkünmü? Hər halda bir qanun pozulmuş. Yəni, mikrokosmos və makrokosmos. Kosmos yəni fəza, yəni varlıq. Makro yəni böyük. Böyük varlıqla kiçik varlıq olan insan arasındakı irtibat ki var, onun arasında bir qanun pozuntusu ortaya çıxmış. Məsələn, adam kördür, adam kardır. Niyə? Qanun pozuntusu olmuş. Bir təsadüf mü olmuş? Yəni, nə olmuşsa, insanın bədəninin bir qismi əksik olaraq dünyaya gəlir. Çox acıdır bu, dəhşətdir. Bəzən insanın, məsələn, bu haqda düşünəndə, həqiqətən, deyir, məsələn, yaxşı ki, mənim uşağım kör olmayıb, deyə, kar kör olmayıb. Evlad sevgisi də biraz çox çətindir də. Bir ömür öləndə adam belə rahat ölməz gələ. Bizlər ki, hər şeyimiz yerimizdədir. Yaşamaq bu qədər çətindir. Düşünün, bir adam kör dünyaya gəlir, kar dünyaya gəlir. 80 il bozur yaşayasan bu dünyada. Çox çətindir. Ona görə əlimizdə olan nemətlərə dəyər verməliyik, həqiqətən. Dəyər verməliyik. O dəyər vermək insanın kəndisine saygı göstərməsidir.
İnsanın özünə sayğı göstərməsi asan deyil. Onun yolunu tapmalıdır. İnsan öz bədəninə ehtiram etməlidir. Bəzən güzgünün qabağında durub öz-özündən, öz bədənindən üzr istəməlidir. Çünki biz bədənimizə bizim fərhəngimiz, törəmiz, dinimiz elə etmiş ki, elə bil bizim bədənimizin heç bir dəyəri yoxdur. Yox, o bədən elə ruhdur. Ruhla maddəni deyirlər, ruhi dəyərlərə dəyər verir. Ruhi dəyər nədir? Elə bir şey yoxdur ki. Kim deyə bilər bədən maddə olaraq harda sona çatır, tamamlanır, sonra ruh başlayır. Bunlar iç-içə olan bir şeydirlər. Maddə və məna ayrım yapılmaz. Bunlar enerji şəklində ruh bilmirəm ha, amma ya məsələn bizim əlimizə bir dənə kiçik tikan batanda belə canımız ağrı göstərir. O ağrını göstərən sadəcə o bizim iynənin batdığı, tikanın batdığı yer deyil. Bütün bədənimiz reaksiyon göstərir, əks eləməl göstərir. Niyə? Çünki bədən bir bütündür. Dırnağımız belə dırnaq kəsənlə biraz irəli kəsəndə bədənimiz hər yerə ağrıyır. Ona beyin təpki göstərir, insan məğzi. Yaxşı. O zaman necə doğuşdan bəzi qanunların əksikliyi dolayısıyla insan kar, kör şəklində dünyaya gəlir. Yalan danışmaq da insanın bədənindəki bütün o dəngəni, təadülü pozur. Yalan, yanlış bilgi ilə içimizi doldururuq. Yanlış eğitim sistemi ilə, məktəbdə elə bizə yalan öyrədirlər də, yalan. Məsələn, 1400 il bundan qabaqki tarixi bəlli bir ideolojiyaya görə uşaqlıqdan təfsir edib bizim içimizə doldururlar. Bilmirlər ki, bizim içimizə yalan doldururlar və bizim mikrokosmosla makrokosmos arasındakı dəngəni pozurlar, təadülü pozurlar və o pozulduğu üçün bizdə bir adət-i ruzanə olur. Gündəlik alışqanlıq, adətlər olur. Biz elə bilirik ki, mübaliğə ilə, fantazi ilə, fantastika ilə və yalanla danışmaq bizim haqqımızdır. Amma məsələn, şeyin bir sözü var, Platonun deyir, iki qatman camiədə gərəkli durumda yalan danışa bilər. O da məsələn zəif adamlar üçün. Biri doktordur, biri də ordu komutanlarıdır. Məsələn, doktor görür adam ölümə yaxınlaşıbdır, bəlkə də yanlış bilir ha. Deyə bilər ki, narahat olma, çox yaşayacaqsan ki, qalan ömründə qüvvətlə, güclə yaşasın. Bu dürüstlükdən qaynaqlanan yalandır. Bu yalanın qaynağı məsələn xəstə ki var, o özü deyil, başqası buna söyləyir, buna bir kəzai umut verir. O sən mənə yollamışdın o video, bir dənə uşağı çıxardırlar. Ömründən az qalırmış dışarı və yaşamağa başlayır. Niyə? Çünki dörd duvarın arasında mikrokosmosla makrokosmos arasındakı dəngəni pozmuşdular. Uşaq çıxır, işıq gəlir, bunu sağaldır və hamı ölməsini bəklərkən bu həyata davam edir. Niyə? İndi uşaq da orada deyir ki, məni dışarı çıxardın. Son ölmədən öncə son istəyin nədir deyə deyir, məni həyata çıxardın dışarı. Bunu uşağa dedirdən nədir? Uşağın içindəki elə onu biz bilmirik. Bilincaltı, yəni zəmir naxodaqa. Və uşaq dışarı çıxdıqdan sonra bu yaşamağa başlayır. Bir həftədən sonra durub yeriyir. Həqiqətən bu işıq mı aldı, yoxsa başqa şey almış oradan? Ya da aldığı ışıq bu günəşin ışığıdır, yoxsa biz sadəcə günəşin ışığını almırıq ki, günəş yerə ən yaxın ulduzu olduğu üçün ona günəş deyirik.
başqa ulduzların da işığını alırıq ki, o başqa ulduzlardan yerə gələn işıqlar olmasa, sadəcə günəşinki gəlsə, yerdə həyat bu şəkildə olmaz. Yerdə, hətta dənizin dibində elə canlılar, həyat, bu yer üzündə elə şey vardır ki, o bəzi ulduzların işığı o yerə çatana qədər o ulduz göydə sönübdür. Amma yerdəki həyat dəncə ona görə bərqərar olur. Diqqət edirsinizmi? Bunların hamısını bilmək olmaz. Məsələn, xəstə uşağı çıxardırlar dışarı. Nə almış o? Günəş işığını almış. Başqa o göydə sönməkdə olan bir ulduzun işığı yerə gəlib çatmış. Onun içindəki ondan mı almış? Ya, onu biz bəlkə də bilmirik. Bəlkə də işıq deyil, başqa bir şeydir. Havadan keçən, havanın içi ilaçlarla doludur. Yəni siz çıxıb elə o bulvarda falan gəzəndə, dörd duvar arasından çıxıb gəzəndə, bəlkə o bulvarda ya məsələn təbiətə, dağazada çıxırsınızsa, oradan bir çiçəyin qoxusunu hiss etmirsiniz, amma o sizin içinizdə bəzi xəstəlikləri müdava edir. Amma xanama xəbər olmur. Ona görə deyirlər hərəkət edin. Amma sən bilmirsən, müalicə olursan hərəkət edə. Necə müalicə olursan? Hə? Məsələn, deyəlim ki, ətrafında, yaxınında olmayan bir bitki, bir ağac, onun qoxusu olumlu təsir edir. Rəvani cəhətdən adama umut verir. Umut, ən böyük ilaç insana umutdur. Umutsuz yaşamaq olmaz. İndi etiraf etmək də nədir? Bizim həyatda umudumuzun üstünü örtən bir günah işləyirik məsələn. Bu günah sözünü falan da dini təriflərlə elə doldurmuşlar, adam açıqlaya bilmir. Amma bunu dini anlamda deyil, məzhəbi anlamda, yəni inancısal anlamda. Məzhəb yaxşıdır. Məzhəbin, ya da bizim türkçəmizdə inanc yaxşıdır. İnsan umut qura bilmir bəzi vaxtlar. İnsanın beyni, insanın beyin sistemi o qədər yanlış bilgilərlə dolmuş, onun arasından özünü azad edib, insanın əsaləti, təmizliyi, dürüstlüyü, şərəfi, vicdanı umut qura bilmir. Umutsuz insan yaşaya bilməz. Ən güclü dərmanları verəsən, insanda bəlkə bir yerdə ağrını toxtadar. Amma umut qurmanı dərmanlarla bərqərar etmək olmaz. Və umutsuz da yaşamaq olmaz. Kantın, bu vaxtda mən demişəm bir neçə kərə, xoşuma gələn bir sözü var. Təbiət deyir, insana 3 nemət vermiş. Birincisi umutdur, Kant deyir. İkincisi gülməkdir, üçüncüsü yuxudur, yatmaqdır. Bu üçü bir yerdə insanın dəngəsini bərqərar edir. İnsan rahat yata bilirsə, o insan doğru düşünə bilər, o insan mərhəmətli ola bilər. Çünki bədəninə xidmət etmiş, bədən gözəl iş görməyə hazırdır. Yatmaq qədər əxlaqi, yatmaq qədər təbiətin verdiyi vicdanlı bir şey yoxdur ki, insana. Bütün içimizdə nə qədər toksitlər varsa, gecələr, onların hamısı yatdığımız zaman gözlərimizdən, burnumuzdan, o 7 dənə dəlik ki vardı insanın içi ilə, bilinən dəliklər, dəliklərlə bizim dərimizin üstü də doludur. Dəlikcik deyək, yəni mikroskopik dəliklər. Dərimizlə də biz tənəffüs edirik. Amma o bilinən 7 dəlik ki vardı, insanın önü, arxası, 2 gözü, burnunun 2 dəliki, ağzı. Bunların hamısından yatdığımız zaman gündüz bədənimizdə birikən dioksid karbonların hamısı, biz hamısını %100 aldığımız oksijeni ki içimizdə dioksid karbona təbdil olur, bunların hamısı %100 dışarı çıxmır, bir qismi qalır. Və o qalanların hamısı yatdığımız zaman onu bizim qanımız, qəlbimiz təsviyə edir, tərtəmiz. Bir ədalət var burada, bir dəngə var. Təbiətin qurduğu dəngədir. Bu olmasa yaşamaq olmaz ki.
Yalan danışmaq bu dəngəni pozmaqdır. Yanlış yox, yalan deyirəm. Yanlış başqa şeydir. İştibah etmək başqa şeydir. Yalan yani duruq. Yani bilirsən sən bunu yalan danışırsan. Və içəridə onu danışan insan belə bir xəbəri yoxdur. Vicdanı deyir, özü düzəlt, düzəltmirsən. Bunların hamısı toplanır bir yerə. İnsandan məsnui də yox, yəni dəyərsiz bir varlıq yaradır yalanlar. Ona görə ya danışmamaq, ya da danışanda əfsanə falan danışmaq, nağıl danışmaq falan yaxşıdır. Ya məsələn bizim uşaqlarımıza heç kəs bunun üzərinə düşünmür. Uşaqlıqda uşağın yatması üçün nağıl danışarlar. Nağılın hamısı yalandır. Əhməd gedir yerin altına, divlə savaşır falan. Divlə də onu doldurursunuz bizim bilincimizə. Nə divi? Div vardı. Və cəmaət də buna deyir folklorumuz, nə bilim. Xeyr, o cür deyil. Uşağın içinə qorxu, uşağın içərisində gələcəkdə yalan danışmağı öyrədirlər. Bunu hələ ilk çağlarda, yəni qədim Yunanda, məsələn, Ezop uşaqlara necə nağıl deyilməlidir? Təmsillərlə, allegorik əsərlərlə, kiçik-kiçik. Bu vaxtda çox gözəl yazıları vardı, uşaqlara uyğun hekayələr. Bunlar eğitimlə olar. Hər halda etiraf etmək insanın içini tıxamış, o günahları, ondan sonra danışdığı yalanların ortadan kaldırılması deməkdir. Bədəndə qan dolaşımını, qan bizim bədənimizdə sadəcə dolaşmır. Onun bir fiziki hərəkətlərini bilirik. Qan canlı və şuurlu bir varlıqdır. Yalan, yanlış da bilə-bilə yanlış yapmaq, bilə-bilə yanlışın adı olur yalan da elə. Bilirsən ki, bu yanlış deyil. Bunu yanlış olduğunu bilirsən və yanlış olduğunu, iştibah olduğunu bilərkən də söyləyirsənsə bu oldu yalan. Amma yanlış doğru olup olmadığını bilmirsən, danışırsansa bu yanlışdır, bu təbiidir. Bu zaten insanın ağlı Descartes deyir ki, xəta etməz. Heç vaxt insanın ağlı xəta etməz. Ağıl xəta etməz ki, çünki ağıl həqiqəti bilir. Xəta edən, iştibah edən metoddur. Ağlı biz necə istifadə etməliyik? O təcrübə gərəkdirir. Eğitim, təlim, tərbiyə gərəkdirir. Onu bilmirik, ona görə bizim ağlımız xəta edir. Nədən xəta etməz? Çünki ağılla insanın içindəki o cevher ki var, o aslında elə bir şey yoxdur insanda. Yəni ağıl diye bir şey yoxdur. Varlığını göstərə bilməzsiniz. O fəaliyyət zamanı var olur, ağıl. Ağıl öz-özünün əfəndisi deyil. Yəni elə hər zaman orada aktiv olsun, səni bəlalardan qorusun deyil. Bir ictimai hərəkətlə, bir elmi, bir məsələn vəziyyətlə insan qarşı-qarşıya gələndə insanın içində bir cövhər hərəkətə keçir. Biz ona deyirik ağıl. Ona görə insan boş qalmamalıdır. Həyatda boş qalmamalıdır. Dörd duvarın arasında boş qalmaq insanı umutsuz eder. Bunu çox gözəl Moğləvi açıqlamış. Moğləvi deyir ki, دوست دارد یار این آشفتگی کوشش بیهوده به از خفتگی. Yəni boş bir iş görmək. Məsələn əlinə bir şey alasan, məsələn kağızdan bir gül düzəldəsən, bir şey toxuyasan, məsəl üçün deyirəm ha, ya durasan 1 saat, 2 saat yürüyəsən. Bu bir işdir. Yoxsa sən boş qalsan, Friedrich Nietzsche'nin bir sözü var, deyir, boşluq uçurumdur. Dərin qaranlıq dərədir, səni özünə tərəf çəkir o. Cazibəsi var boşluğun. Boşluqda sən özünü tuta bilməzsən. Məsələn, deyəlim ki, biz 10-cu, 11-ci mərtəbədəsən, hə? Adam özünü oradan atsa, boşluq atır da, düşəcək yerə partlayıb öləcək. Əslində rəvani cəhətdən boşluğa düşmək, ruhi cəhətdən də boşluğa düşmək ona bənzərir. Necə məsələn çıxasan özünü bir dağın başından aşağı atasan,
Havada qalmayacaqsan. Düşüb yerə insan parçalanıb öləcək. İnsan mənəvi cəhətdən, əxlaqi cəhətdən, ruhi cəhətdən də boşluğa düşəndə orada parça-parça olduğunu müşahidə edir və biz bunun adına nə deyirik? Bunun adına deyirik rəvani xəstəliklər, psixolojik xəstəliklər. Bunun tədavisi nədir? Sübat qazanmaq. Sübat qazanmaq. Sübat qazanmaq da hərəkət deməkdir. Çıxsa gündə 2 saat, 3 saat. Məsələn, bir musiqiyə qulaq asa, ya öz-özünə danışa. Gülməyi öyrənib, mənim də gülməyim gəldi. Gülmək insanı heç bir şey gülmək qədər tədavi etmir. Evet, onu düz deyir. Umuddur, gülməkdir, yuxudur. Bu 3 dənə təbiətin verdiyi bu nemət insanda iç dünya ilə dış dünya, xarici dünya, yəni mikrokosmosla makrokosmos arasında dəngə, təadül və tərazlıq bərqərar edir. Çünki gülmək hər insan cəsarət edib gülə bilməz ha. Qüvvətli, güclü insanlar, özünə güvənən insanlar gülə bilərlər. Onların o özgüvənləri var ha, etimad və xeyşdən. Gülüş səsləri şəklində təzahür edər. Özgüvənin adı insanın həyatında gülməkdir. Gülən insanlarda görürsünüz, dürüst gülür, yoxsa nadürüstcəsinə gülür. Gülmək də bir nemətdir insanda, doğru düşünmək üçün. Yəni düşünmək də deyə bir şey yoxdur. Düşünmək də sadəcə ağlın fəaliyyətinin adıdır. O da biz təbiətlə qarşı-qarşıya gəldiyimizdə, müşkillərlə, problemlərlə qarşı-qarşıya gəldiyimizdə şey olur. Çox rifah, insanın mürəffəh yaşaması gözəl bir şeydir. Amma rifahın içərisində bir məşğuliyyət çoxmalıdır. Bir hərəkət çoxmalıdır. Məsələn, bir şey olmalıdır ki, yeyib içən heyvana dönüşməsin. İnsan heyvandan çox fərqlənir. Heyvan yeyib içdikcə daha rahat olur. İnsan yeyib içdikcə daha çox narahat olur. Yəni, başqa bir şeyə də ehtiyacı var. Mənəvi fəaliyyətə. İnsanın həyatı 3 hissədən ibarətdir. Birincisi iş həyatıdır. İş insanı dəngələr. İkincisi ailə həyatıdır. Ailə insana məsuliyyət verər. Ailə insana azadlıq gətirər. Azadlıq başıboş dolanmaq deyil. O sərsərilikdir, laubalilik deyil. Azadlıq məsuliyyətin şuurunda, bilincində olmaq, fərqində olmaqdır. Məsuliyyət daşımaqdır azadlıq. Üçüncüsü də sosial həyatdır. Yəni, o sosial həyatdakı azadlıq anlayışımızı da biz ailə sistemindən alarıq. Bir uşaq tərbiyə edərsən, pərpər əsərsən onun saadəti yolunda insani xasiyyətdir. Böyle insanlar sosial ilişkilərdə münsif olarlar, mərhəmətli olarlar, sayğılı olarlar. Niyə? Çünki bir təcrübəsi vardı ailə sistemi içərisində. Yəni, iş həyatı, ailə həyatı, sosial həyat. Bunun xaricində heç bir şey yoxdur. Nə bilim, məsələn, bu danışıqlardır, nə varsa, bunlar hamısı sosial həyata aid olur da. Məsələn, biz bir-birimizi görmürük, düşüncələrimizlə faydalanırıq uzaqdan uzağa. Bu sosial həyatın bir parçasıdır. Məsələn, bu insanlar bilmirlər. Çünki yalana bir camiə adət etdi mi, ya bir insan adət etdi mi, onun ağzı gözəlliyə açılmaz. Bizdə şiəyik də, bu məhərrəmlik gələndə gedirlər. Dəstə-dəstə camilərdə özlərini döyürlər, şillələyirlər, zincirləyirlər. Bunların hamısı yalandır. Bunların hamısı xəstə adamlardılar. Bunlar bir ləhzədə əllərinə fürsət düşsə böyük faciə törədə bilərlər. Niyə? Çünki bunların bütün zərrələri yalanla dolmuşdur. İnana bilərsən, inanmayan insan olmaz. Ateistlər belə bəlli bir inanc üzərində həyatlarını disiplinizə edirlər də. Yəni, bəlli bir umud üzərində. Öyle deyil mi? Amma bu yalanla bizim camiə, bizim fərdlərimizin, insanlarımızın içini doldurur və bəzi insanların zərfiyyəti az olduğu üçün
yazıqlar xəstə olurlar. Buna görə o Jung'un o söylədiyini bilmirəm, danışığımın arasında var. Jung üzərinə baxaram, görürəm. O zaman o kitabları mən təzə oxuduğum üçün daha ayrıntılı danışmışdım. Evet, orada Jung deyir ki, xəstələrinin birinin bağırsığının narahatçılığını falanı Jung'dur. Evet, ağrıyırmış, onu kəsmişlər. Ondan sonra yine sağalmamış. Xülasə demişlər, bu sağalmır, öləcək. Həm də gənc adamdır. Ya məsələn, 40 yaş gənclikdə bu çağda. 3000 il, 1000 il, hatta 500 il bundan önce 40 yaş gənclik sayılmırdı, qocalıq sayılırdı. Demişlər, bundan rəvani bir bərxord eləyək, rəvanşünasanə, psikolojik yöntem istifadə edərək. Həyatını deşə-deşə içini əziyyət edən o orada da yazmır ha, nəyi deyibdir ki, ona gərək yoxdur ki. Belə şeylərdə insan hər kəsə etiraf edə bilməz ha. Elə özü özünə də etiraf edə bilər. Boşluqda danışa-danışa. Məsələn, Tanrı inancı burada çox gözəldir. Tanrı inancı. Yəni, nəhadinə edilmiş, qurumsallaşmış Tanrı, Allah yox ha, nə onun əlini kəsin, bunu, orunu belə dardanasın. Bu din deyil ki bu. Bu ideolojidir. Bu, fəlakətzədə Ərəbistan coğrafiyasında vəhşi insanları qorxu ilə tərbiyə etmək yoludur, yanlışdır. Buna din deməzlər. Amma bir adam məsələn Tanrıya inanır və o inanc əsasında öz həyatını disiplinizə edir. Nə kitaba inanır, nə dinə inanır, özü bir din təsis edir. Buna deizm deyirlər. Avropada indi yaygın olan budur. Avropada din yoxdur artıq. Yəni kilisa falan var, bizdə məscidlər dalıb daşıb da olur. Bura gələnlər də tez bizə bir məscid verincə də görə. Çünki adət edirlər. Gəlsinlər orada yalan danışmağa. O yalan danışmayanda rahat ola bilmirlər. Getsinlər yalan eşitsinlər. Amma buradakı Avropa şəhərlərinin, ölkələrinin çoxunda kilisa bir muzey kimi bir şey olur. Heç keç getmir. Burada da problemlər var. Ha? Buradakı problemlərin də çox şərqdən gəlir. Məsələn, mavad-ı müxəddiri gətirirlər Türkiyəyə, Türkiyə üzərindən gətirirlər, bilmirəm necə satırlar. Burada da kəsif adamlar vardı da, gözəl uşaqları nərdeysə məmləkətdə, bu Avropada 14-15 yaşında nə qədər uşaqlar təliyə düşürlər. Hamısı da orada tuvalet olub gəlir, şərqdə. Burada tuvaletinin qabağı burada alınır, ya da coğrafiya uyğun deyil, narkotik maddə əkməyə burada, orasını bilmirəm. Bunların hamısı xəstəlikdir. Yəni, biz camiədə xəstə insanlar olaraq yetişdirilirik. Nədən? Çünki din çox təhlükəli bir qüvvətə, gücə sahibdir. Bir yalanı camiədə elə mosri hala gətirir, bulaştırıcı hala gətirir ki, hamı o yalana yoluxur, virus kimi və hamı xəstələnir. Və sonra bəzi adamlarda bu aşırı dozda, aşırı dərəcədə özünü göstərir. Adam olur, məsələn, rəvani. Təmin edə bilmir. Zərif olur bədəni, filan olur. Amma güclü olmaq lazımdır. Bu yalanların qarşısında biz fərd olaraq, birey olaraq güclü olmalıyıq. Bilməliyik ki, onların hamısı yalandır. 12 imamdır, peyğəmbərdir, Allahdır. Bunlar bizə yardım etməz. Bunlar qalsın öz yerində, bizə yardım edəcək qüvvəti, gücü, təbiət bizim içimizdə nəhadinə etmiş, yerləşdirmişdir. O güc, o qüvvət, o enerji bizim içimizdədir. Üstü bastırılmışdır. Onun yolunu necə aça bilərik xoşbəxt olmaq üçün? Yaxşı yatmaq, gözəl yatmaq, vaxtında yatmaq, xüsusən gecələr yatmaq, gündüzlər deyil. Bu adamların ki, bu problemləri var deyirsən, adətən bunlar gecələr yaxşı yata bilmirlər. Çünki gecənin dərinliyində gündüzün yuxusu gecə yuxusuna bənzəməz. Təbiət onu elə dəngələyibdir. İnsanın bədənində elə hormonlar tərəşüh olur ki, ürətilir ki, gündüzlər o ürətilmir insan yatdığında. Sonra umudu kəsməmək, umud təhsis etmək, umud təhsisidir. Əgər bir adam bir yerdə otursa, deyəsə, mən necə yaşayacam, ay Allah, falan deyir ha. Bu elə xəstəlikdir də bu. Davam etsə, insan çökər. İnsanın iç enerjisi çöktüyündə, yəni umudu çöktüyündə, o
yalanların camiədəki hər şeyi bədbəxtlik görür. Deyir, mən necə yaşayacağam? Çünki iç enerjisi çökmüş. Mübarizə edə biləcək qüvvəti qalmamış artıq. Çarəsiz duruma soğmuş özünü. Bu adam hər cür xəstəlikə müsaitdir. Hər cür. Bu biraz da davam etsə sərətanda yaxalana bilər, silli vərəm xəstəliyinə yaxalana bilər. Hər bütün xəstəliklərə yaxalana bilər. Amma umut bunları bunu ortadan qaldırmaq üçün umut və həyatın acılarını da biraz gülməyi başarmaq. Çətindir, mən də belə ki danışıram. Bu cür deyil, mənim özümün elə problemlərim vardı. Adam istəmir bunu ictimai bu cür yerdə o etiraf ki deyir amma etiraf eləyəm. Mən bilmirəm bu vaxta qədər indi necə yaşamışam heç. Bu qədər acılar, bu qədər məhrumiyyət, nə bilim və bəzi onları söyləmək doğru deyil. İctimai yerdə doğru deyil bunları etiraf etmək. Amma məsələn Xristianlığın İslamiyyətdən qurumsal olaraq üstünlüyü ondadır ki, burada məsələ keşiş, burada adamlar bəzi vaxtlar keşişə inanırlar. Gedirlər, keşişə etiraf edirlər. Hə? Xristianlığın kültüründə o keşiş də onun etirafını heç kəsə deməz. Heç kəs də bilməz. Bizdə sən bir dənə mollaya desən, molla bunu hamıya deyəcək. Çıxacaq mənbərdə deyəcək. Biri gəlmişdi mənim yanıma, belə-belə danışırdı. Mən də baba bunu deməzlər ki, bunu sənə bu etiraf etmiş ki, şey etsinlər. Elm gəldi, elm. Avropada rəvanşinası elmini ki, Freud qurumsallaşdırır. Rəvanşinası elmi deyil. Yəni, o ayrı bir söhbətdir. Bir şuhud kimi, bir müşahidə kimi. Çünki, məsələn, deyəlim ki, elm nədir? Elm hər yerdə elmidir. Yəni, dünyanın hər yerində elmidir. Amma yəni, şey bəllidir. Psikoloji isə o şəkildə deyildir. İnsandan insana fərqlənir. Yəni, məsələn, səratan xəstəliyi deyək ki, bunun üzərində elmi bilgi var. Bütün insanlar da bilirdir. Məsələn, qan sərətanı, kəmik sərətanı, sümük sərətanı. Bunların dərmanı nədir? Hamıya eyni şey yazılar. Halbuki, psikoloji rəvanşinası o cür deyil. Hamıya eyni şey yaza bilməzsiniz. İllər zaman lazımdır. Bəzən mütəxəssis Jung kimi, Freud kimi bunlar etiraf edə-edə, hələ gəlib onu doğru tapa biləsən, yoxsa yox. Amma etiraf edə-edə insanın özü yüngülləşir, onları boşaldır. Psikoloji, indi deyək, bilmirəm, elm deyim, ya yöntəm deyim, metod deyim, metodu kəşf edildikdən sonra artıq dini qurumlara, məsələn, gedib bir keşişə etiraf etmək yerinə, adam gedir doktora etiraf edir. Və doktor da and içirlər də, onlar tərxis olduqlarında, dərslərini bitirdiklərində Hipokratın başına and içərlər ki, bu xəstədən aldığım bilgini, özəl həyatını heç bir kəsə paylaşmayacam. Paylaşsa zaten o xəstə bunu eşidəndə heç yaşaya bilməz ki. Görər bunu, küllü aləm bilir bunun sirrini. Ona görə sirdaş olmaq, görürsünüzmü? Nə qədər çətindir. Bizim ədəbiyyatımızda isə deyir, sirri heç kəsə deməlidən, dosta demə, dosta deyir dostuna. Yəni, qoy sür gəlsin, dağsın da heç kəsə deməklə. Heç kəsə deməməlisən, doğru. Amma bir mərkəz olmalıdır ki, o mərkəzin bir əxlaqi və qanuni, hüquqi məsuliyyəti də olmalıdır. Sən gedirsən, orada dərd ödəyəsən, nəyə yiyəcəksən sən? Necə yaşayacaqsan? Və o da bir yerə söyləsə, verəsən polisə, məhkəməyə, deyəsən, bu doktor mudur? Doktor mənim dərdimi, mənim sirrimi niyə bütün dünyaya yaymış? Hə, məsələn, Kant, Jung bu haqda Gustav, o da Gustavdır, Gustav deyil, Gustav Jung xəstənin adını vermir, heç kəsin adını vermir. Sadəcə deyir, xəstələrin biri belə idi ki, başqalarına da örnək olsun da. Bunlar da olmasa biz bəlkə eyni xəstəlikə yaxalansaq necə dərdimizə dərman edərik?
Yani hüquqi bir şəxs olaraq birinin dərdini açıqlamaq etik deyil, əxlaqi deyil. O da bir vicdansızlıqdır. Onu açan da özü sonunda gələr, dərdə düçar olar. Bunu ən gözəl şəkildə bilmirəm necə deyibdi. Heç kəs Nizami Gəncəvi kimi söyləməmişdir. Moğləvi də söyləmiş, amma Nizami Gəncəvi kimi söyləyəni yoxdur. Nizamını müştəq dəfə mən çalışmışam tərcümə edən farscadan, amma farscada olduğu gibi gözəl tərcümə edə bilməmişəm. Gərək bunu tərcümə edəm. Çünki bunlar formuldur, ilaçdır insana. Bax, bunu deyəcəyim. Deyir ki, چو بد کردی مشو ایمن ز آفات که واجب شد طبیعت را mükafat. Deyir, kötülük etsən, birinə pislik etsən, ya təbiətə pislik etsən, heyvanlara arxayın ol günən ki, o pislik dönüb dolaşacaq, sənin öz qabağına çıxacaq, bəlkə 40 ildən sonra. Bəlkə ölümüvə bir həftə qalanda axırda qabağına çıxıb səndən hesablaşacaq. Hər şey buna o dünyazat yoxdur. Belə bir saçma bir şeydir, onların hamısı deyir. Bu təbiət səni cəzalandıracaq. Məsələn, mən bir dənə xatirəmi deyim, bunu etiraf edə bilərəm. Bəzən yuxuma girir. Elə indi deyəndə də bilmirəm mən necə eləyəcəyəm. Bu müşkülü necə həll edəcəyəm də, bu yaşlandıqda. Əskərlikdə idik. Sərbaşçılıqda. Bilmirəm mən bu xətanı niyə etdim. Oturmuşdum belə dağın arxasında, çox bağışlayın, belə rəf-i hacət edirdim. Bir dənə qartal gəldi belə şeylə vurdu, ayaqları ilə məni qaldıra aparadı. Bəndə ağır adam götürə bilməzdi. Götürsəydi insanıq da, bu ayağının zadını vurub qopardım. Qorxdum amma. Klaşnikov da mən də qrupbanda vəzifə idim. Yanımdaydı. Klaşnikovla bunun arxasınca belə attım, dəymədi, uçdu getdi. Ondan sonra xülasə orada yayıydı, günəş uzun saat 4-dən sonra idi da. Bizim Qurhan aşağı dedi. Orada uzandım günəşin altında. Biraz məni yuxu, çort vurmuşam günəşin altında. Bir də bizdən qorxudan diksindim, oyandım. Baxdım, gördüm yanımda bir dənə bağa. Belə mənə tərəf gəlir. Bağa haqqında da o zaman heç yetərincə bilgim yox idi. Ondan sonra qorxdum. Bilmirəm, bəlkə də yanlış söyləyirəm. Diksindim, xülasə belə çərəm çəkdim. O şeydən də qorxmuşdum, qartaldan. Sonra Klaşnikovla buna bir dənə vurdum, parça-parça oldu. İndi onun əzabı məni rahat buraxmır. Mən bilirəm, bəzi ağrılar, acılar yaşamağımın səbəbi məsum bir heyvana qıymağım olmuşdur. O sənin neyinirsə, qoy çıxsın, geçsin işinin arxasınca da. O ərteşdə ki, orduda ki, bizim içimizə Bekoşda zində bəmanı öldür ki, diri qalasan, yaxın belə bir öldürmək dürtüsü, təhrik, dürtü yəni təhrik, öldürmək dürtüsü, ya da məsələn mənim cəhalətim falan, bu çox böyük xəta idi. İndi bilmirəm necə olacaq da. Yadıma düşəndə gecələr yuxuma girir bağa. Bir oydu, bir də bir kənd həyatı türklərdə vəhşi bir həyatdır da. Eşyəzadı düvərdik, o qədər yüklərdik, çəkə bilməzdi, arxadan mıxla zatla bizdələrdə ki, yerisin, baba, bu gücü çatmaz ki bunun. Hələ yenə bu eşyəyi döyməyimiz falan dərk edilə bilər, uşaq idi, hamı döyürdü, biz də döyürdük də. Ah, nə qədər çirkin bir həyat idi. Teknoloji yaxşı gəldi, bu eşyəzadı ortadan çıxardır baba. Öküzü, atı dövə-dövə, ondan sonra əkin əkərdik. O qədər çalışdırardı, çəkə bilməzdik, sonra da dövərdik. Vurardıq. Ay, vay, vay. Nəysə. Belə. Yəni o
Nizamın o şeirini hər kəs əzbər bilməlidir. Nə o dünyada cəza veriləcək filan. Elə xeyr, bu təbiət özü ədalət üzərinə qurulub. Amma niyə onu biz bilmirik. Sən biri inanırsa, onu Tanrı qurmuş belə ədalət üzərinə. O gözəl inancdır. Çünki siyasi inanc deyil, mənfəət yoxdur. Deyir bunu Tanrı qurmuş, çox gözəl. Ya onun Moğləvi də bu şəkildə deyir, əz mükafa, Moğləvi belə deyir, əz mükafat cahan, əz mükafat əməl gafil məşo, gəndum əz gəndum beruyət cəvzəcə. Bunların hamısı rəvanşinasi formullar da. Bizim atasözümüz var, deyir, nə tökərsən aşıva, o çıxar qaşıqova. Diqqət verirsən, belədir.